Salam əziz izləyicilərimiz. Bugün sizə bəhs etmək istədiyimiz xəstə 70 yaşlı süd vəzi xəstəliyinə görə bizə 1 il öncə müraciət etmiş xanım xəstədir. Müayinələr zamanı xəstədə süd vəzindəki törəməklə yanaşı ağciyərdə və divar aralığında ikincili ocaqlar aşkar edilmişdi. Bütün bunlar və xəstəliyin immunohistokimyəvi cavabına görə bizə bir uzun müalicə yolu, bir xəritə qurmağımıza səbəb oldu. Özündən dinləyək. İlk dəfə gələndə nə şikayətləriniz var idi? Necə bir şikayət idi? Məsələn, əlinizə bir düyün mü gəlmişdi, öskürək mi var idi? Öskürək yox idi, ağrı var idi, bəlğam var idi. Süd vəzində burada düyün var idi, əlimə dəydi, ağrı verirdi. Mən də müraciət elədim həkimlərə, gəldim çatdım sizə. Sağ olun, siz müalicəyə başladınız, şükür. Bu xanımın müalicəsində biz bir neçə fərqli gedişlər etdik. Nəyə görə? Çünki visceral daxili orqan zədələnməsi olduğuna görə ilk öncə müalicəmizi kimyoterapiya dediyimiz sistem şəklində dərman müalicəsi ilə başladıq və həmin o kəskin periodu keçdikdən sonra, müsbət dinamika aldıqdan sonra müalicəmizi artıq tablet və digər antihormonal müalicələrlə davam etdiririk. Çətin deyil ki, yəni müalicə müddətiniz belə baxanda uzun gedir. 1 ildə artıq biz müalicədəyik. Bu sizi yorurmu? Sağlamlığınızda necə bir fərq hiss edirsiniz? Əlbəttə, öz sağlamlığımıza görə hər şeyə dözdük, şükür. O, 1 il bundan qabaq hara, mart ayı, fevral ayı hara, indi hara. Şükür, əziyyətə dəyəcək. Önəmli olan buradakı mesajımız nədir? Bəzən biz istəsək də, istəməsək də müalicə yolumuz uzanır. Xəstələrdən səbirli olmağı, müalicənin sonunda həqiqətən sağalma şanslarının olduğuna inandığı bütün hallarda həkimlə birlikdə həkimin tövsiyə elədiyi müalicə planını başa çatdırmaqdır. Çünki yarımçıq qoyulmuş bütün müalicələr daha böyük fəsadlarla, daha böyük çətinliklərlə təkrar başlamağımıza səbəb olur. Bizim bu 70 yaşlı xalanın əzmindən, cəsarətindən, ürəyindən bütün xəstələrə arzu edirəm. Dözümlü olun, sağlam olun. Çox sağ olun. Siz də çox sağ olun. Sağ olun. Allah şəfa versin əllərinizə. Allah can sağlığı versin. Təşəkkür edirəm. Çox sağ olun.